Çoxdandır görüşmədiyim rəfiqələrimlə görüşmək üçün səhər yeməyinə bir məkan axtarırdıq. Samavar çayının olması isə özəlliyimiz idi. Bura şəhərin mərkəzində yerləşən Çanaqqala restoranıdır. Səhər yeməyi setlərinin də qiyməti kifayət qədər uyğun idi. 2 nəfərlik 25, 4 nəfərlik isə 45 manatdır. Açıq hava hissəsi məni valeh elədi. Elə bil kənd ab-havalı bir yerdə idim. Setinin qiyməti həm uyğundur, həm də çeşid sayı qiymətinə görə çox yaxşıdır. Masada gördüyünüz hər şey setin tərkibinə daxildir. Həmçinin burada banketlərinizi, özəl günlərinizdə ürək rahatlığı ilə qeyd edə bilərsiniz. Məkanın zallarının hər biri o qədər qəşəngdir ki, məclis eləmək istəyən hər kəs mütləq ki seçim qarşısında qalacaq ki, hansını seçim. Hətta burada yay aylarında axşamlar terasda canlı musiqi olur və burada şou proqramı da mövcuddur. Artıq əsas diqqət yetirdiyim nüanslardan biri də uşaqlar üçün oyun zonasının olmasıdır. Bu valideynlər üçün çox əlverişlidir. Çanaqqalada da bu şərait yaradılmışdı. Bunu da vurğulayım ki, 2 nəfərdən 15 nəfərə qədər olan bütün kabinetlərin hər biri depozitsizdir. İlk dəfə idi ki, getdiyim restoranda qumda türk kofesi verildiyini görüb yoxlamaq istədim. Bura Ağşəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən Hellim restorandır. Yeməklərin hər biri görüntü olaraq adama o qədər gəl-gəl deyirdi ki, dad baxımına da elə yanıltmadı. İlk növbədə hellim salatı ilə başlamaq istəyirəm. Porsiya olaraq çox böyükdür və yedikdən sonra sizə özünüzü yüngül hiss elətdirir. Salmonlu pizzanı isə ilk dəfə idi burada yoxlayırdım. Dadı çox yaxşı idi. Kruasanlı waffle isə bir ilk oldu mənim üçün. Burada da növbənöv çeşidləri var. Diqqətimi bir məqam da çəkdi ki, bütün məsalara zeytunlu çörək və zeytun yağı ikram olunur. Buranın əsas özəlliyindən biri də Kıbrısdan gətirilən orijinal hellim pendirlərinin olmasıdır. Və onun dadına baxmasaydım olmazdı. Bunu bir çox yerlərdə səhər yeməyində görsəniz də ən originalı elə buradadır. Kıbrıs fırın kababının isə ətri gəlməmişdən bəri hiss olunurdu. Kruasan çeşidləri bol idi. Biz şokoladlı olanı götürdük və içərisində də şokolad kifayət qədərdir. Hellim pendirli tarhana şorbası isə mənim üçün bir ilk idi. Dadına baxdım, dadı çox xoşuma gəldi. Məkan 2 mərtəbədən ibarətdir. O qədər gözəl interyeri var ki, atmosfer də öz yerində. Bəzən görürsünüz ki, restorana gedəndə yemək bitməmiş artıq başlayırlar masanı toplamağa. Lakin burada elə deyildi. Saatlarla oturub yaxşı söhbət edib həm də ləzzətli yeməklərin dadına baxmaq mümkündür. Hətta burada Kıbrıs məhsullarının satışı da mümkündür. İstəsəniz alıb apara da bilərsiniz. 2 nəfərlik səhər yeməyi seti 30 manatdır. Kabab setləri də mövcuddur. Endirimli məhsullar alanda özümü çox xoşbəxt hiss eləyirəm. Mütəmadi olaraq da endirimlərdən faydalanmağı sevirəm. Volt tətbiqində seçilmiş restoranlara 50%-dək endirimin olduğunu görüb dedim mən də faydalanım. Kudo'nun belə bir 2 nəfərlik menyusunu sifariş verdik. Volt tətbiqindən sifariş elədiyimiz üçün bu menyuya ümumilikdə bizə 5 manat 36 qəpik endirim edildi. Təkcə Kudo'da deyil, Harbi Dönərdə, Təndir Məndirdə və bir sıra restoranlarda endirimlər mövcuddur. Hər biri ilə tanış olmaq üçün Volt tətbiqinə daxil ola bilərsiniz. Ən bəyəndiyim nüans isə Voltda hər zaman çatdırılma vaxtında və isti edilir.